Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Vaşinqton. Salam, hörmətli tamaşaçılar, Dünyaya Baxışın həftə sonu buraxılışında sizi xoş gördük. Martın 14-ü Vaşinqtonda Johns Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda İran və Qafqaz mövzusunda konfrans keçirilib. Tədbirin mühazirəçiləri Mərkəzi Asiya və Qafqaz İnstitutunun qeyri-daimi tədqiqatçısı Brenda Schaffer və Yaxın Şərq İnstitutunun araşdırmacısı Alex Vatanko olub. Konfransda habelə Gürcüstanın ABŞ-dakı sabiq səfiri Timur Yakubaşvili Qafqazdakı vəziyyət barədə danışıb. Tədbiri giriş sözü ilə açan institutun direktoru Frederick Starr İranın 19-cu əsrin əvvəllərinədək Qafqazda mövcudluğunu vurğulayıb. 1813-cü il Türkmənçay müqaviləsini xatırladan cənab Starr, daha sonra Gülüstan müqaviləsi ilə İranın Qafqazda mövcudluğunun tədricən azaldığını bildirib. Alex Vatanko isə hazırda İranın xarici siyasətində Qafqazın önəmli yer tutmadığını deyib. Onun sözlərinə görə İranın siyasətində Əfqanistan və İraq kimi ölkələr prioritet təşkil edir. Cənab Vatanko Amerikanın səsinə İranda yaşayan Azərbaycanlıların genişlənən siyasi hərəkatının İran-Azərbaycan münasibətlərinə təsirindən danışıb. Azərbaycan hökuməti İrandakı Azərbaycanlıları açıq şəkildə Tehran hökumətinə qarşı İranlıların təbiri ilə desək, səfərbər etməyibsə, düşünmürəm ki, İranlılar bu hadisələrə qəzəblənə bilər. Azərbaycan, Böyük Azərbaycan ideologiyasından uzaq durduğu müddətdə İranlılar əhəmiyyət verməyəcək. Bu dəqiqə ölkə, nüvə proqramı, qərblə münaqişə kimi o qədər ciddi məsələlərlə məşğuldur ki, onlar çətin ki, qonşu bir dövlətlə münaqişə istəsinlər. Cənab Vatankanın sözlərinə görə, İranın Bakıya sərt reaksiya verməsi üçün hadisələr xeyli ciddiləşməlidir. Ancaq hazırda belə bir şey yoxdur. Xameyni ideologiyasının yayılmasından da danışan ekspert deyib ki, nə Ayətullah Xameyni, nə də İslam Respublikasının ideologiyası Şiə əksəriyyət təşkil edən Azərbaycan və regiondakı digər müsəlman dövlətlərinə cəlbedici görünmür. Əgər sənin öz ölkəndə qeyri-legitimlik varsa, onu başqa ölkədə tətbiq etmək çətin olar. Regiondakılar 2009-cu ildə İranda baş verənləri gördü. Azərbaycandakı müsəlmanların öz hökumətləri ilə problemləri ola bilər. Amma bu o demək deyil ki, onlar İrandakı rejimi öz ölkələrində istəyirlər. Yaxın Şərq İnstitutunun ekspertinin fikrincə, İranın Qafqaz siyasəti Rusiyanın siyasətinin təqlidindən ibarətdir. O bunu Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququnun olması və mühüm məqamlarda İranın tərəfini saxlaması ilə izah edir. Mərkəzi Asiya və Qafqaz İnstitutunun qeyri-daimi tədqiqatçısı Brenda Schaffer də diqqəti İrandakı etnik Azərbaycanlılara yönəldib. Onun sözlərinə görə Bakıdan cənuba doğru səfərə çıxan hər hansı bir şəxs Azərbaycan dilini bilirsə, dil problemi yaşamadan İran paytaxtı Tehrana dək gedə bilər. O deyir ki, buna baxmayaraq İranda erməni və ivrit dilində tədris ocaqları olduğu halda Azərbaycan dilində heç bir məktəb yoxdur. Hətta kiçicik bir karikatura Azərbaycanlılar tərəfindən böyük etiraza səbəb olur. Heç bir şey yoxdur, sadəcə karikaturadır. Futbol oyunları. Hətta Prezident Əhməd Nejad açıqlama verməli olmuşdu ki, biz traktor komandasını da dəstəkləyirik. Futbol oyunları da etnikləşdirilmiş bir hadisəyə çevrilir. Ötən həftəyədək Gürcüstanın ABŞ-dakı səfiri kimi fəaliyyət göstərmiş Timur Yakubaşvili isə İranın Gürcüstana yönəlik siyasətindən söhbət açıb. Daha sonra konfrans sual-cavab sessiyası ilə davam edib. Dünyaya Baxışın həftə sonu buraxılışını izlədiniz. Proqramın bütün buraxılışlarına veb səhifəmizdə www.amerikanınsəsi.org-da baxa bilərsiniz. Bugünlük bu qədər. Mən Emil Quliyev sizinlə gələn həftəyə də xudafisləşirəm. Sağ olun, eyni ünvanda görüşənədək.